23 mart tarixində Qardabani Mədəniyyət Evində Aktual Media tərəfindən ərsəyə gətirilən novella filminin qala gecəsi baş tutub. Gürcüstanda uğur qazanan Azərbaycanlı gənclər haqqında çəkilmiş bədii sənədli film tamaşaçılara təqdim edilib. Tədbirin aparıcısı Xəldə Qəribovanın təqdimatında çıxış edən Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin direktoru Çiçək Hüseynova novella filminin Marniuli'dən sonra Qardabani'də nümayişinin əhəmiyyətini vurğulayıb. Daha sonra Aktual Medianın təsisçisi, filmin ideya müəllifi və baş prodüseri İlkin Hüseynov çıxış edərək bildirib ki, novella sadəcə bir ekran əsəri deyil, Gürcüstan Azərbaycanlı gənclərinin uğurlarını əks etdirən mühüm bir layihədir. İlkin Hüseynov çıxışının sonunda Qardabani'də filmin nümayişinə təşkilatı dəstək göstərən Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin təsisçisi Raul Əliyeva və direktor Çiçək Hüseynovaya təşəkkürnamə təqdim edib. Qala gecəsi Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilib. Tədbirdə parlament üzvü Samalan Mirzəyev, Qardabani meriyasının nümayəndələri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, ictimai fəallar, jurnalistlər və yerli sakinlər iştirak ediblər. Bu arada atamıza notar olmaq istəyirdim və beləliklə film fakültəsini seçməyin hüquqşünas olmanın əsl amilləri haqsızlıq və artıq rəsm sahəsində təhsil almaq. Burada həmlə boşaraq olmuşam. 7 aylığımda məndə sevsiz. Mən xüsusi təşəkkür edirəm Qardabani bələdiyyəsinə. Qardabani şəhərindən start verdik. Plan proqramına senarisinin yazılmağı. Film həmçinin Gürcü dilindədir. Lakin Gürcü dilində olanı nə dublyaj... Kemokatri bölgəsinin Qardabani şəhərindəyik, hansı ki, öncədən də söz verdiyimiz kimi novella bədii sənətli filmini yalnız Marniuli'də deyil, eyni zamanda bunun bir turunu təşkil edəcək və turun da ilk başlanğıcı məhz elə Qardabani, bizə doğma olan Qardabani şəhərində baş tutdu və böyük bir anşlaqla baş tutdu. Təbii ki, çox şadlıq, çox sevincliyik. Təbii ki, bundan sonra da artıq biz təkliflər almağa da başlamışıq. Düşünürəm ki, önümüzdəki ayda da məhz başqa bir şəhərdə yenə bizim qala gecəmiz olacaqdır, məhz novella filminin. Beləliklə, turumuz davam edir. Bugün çox gözəl filmin təqdimatı oldu. Düşünürəm ki, bu cür filmlər ölkəmizdə gənclərin inkişafına çox böyük dəstək göstərəcəkdir. Çünki uğurlu gənclərin, uğurlu Azərbaycanlıların ictimaiyyətdə mövcud olduğunu tələbələrimiz üçün, gənclərimiz üçün çatdırması onlar üçün bir növ böyük motivasiyadır. Və mən bu filmin qurucularına, bu ideyanı, bu təşəbbüsü həyata keçirən insanlara hər birinə ayrı-ayrılıqda özlərinin təşəkkürünü bildirirəm. Və mənə çox xoş oldu bu filmi izləmək və düşünürəm ki, bu filmin davamı gələcək və bu bölgəmizdə, ölkəmizdə daha geniş şəkildə yayılacaq və bir daha qeyd edirəm ki, bizim gənclərimizin inkişafına çox böyük təkan verəcəkdir. Bir daha bu filmin qurucularına, dəstəkləyənlərə hər kəsə təşəkkür edirəm. Bugün Qardabani'də bildiyiniz kimi novella bədii sənətli filmin təqdimat mərasimi keçirilmişdi. Düşünürəm ki, filmi izlədikdən sonra belə qənaətə gəldim ki, novella bədii sənətli film öz hədəfinə çatmışdır. Gənclərimiz üçün böyük stimul mənbəyinə çevrilmişdir. Hər dəfə filmi təkrar izlədikdə bu qənaətə gəlmək olur ki, həqiqətən novella öz hədəfinə çatmışdır. Böyük stimul, gənclərimizdə böyük həvəs, gələcəyə ümidli yanaşmağı ümid edir. Sağ olsun təşkilatçılara və filmin bədii rəhbəri için Hüseynov minnətdarlığımızı bildirir ki, nə yaxşı bugün Qardabani'də bu filmi bizə nümayiş etdirdilər Qardabani seçkiləri üçün. Sağ olsun. Bugün Qardabani bələdiyyəsində, Mədəniyyət Evində novella bədii filmin təqdimat mərasimi baş tutdu. Bu mərasimə təşkilatçılıq etdiyimiz üçün çox məmnunam, çox qürur duyuram Qardabani Təhsil və İnteqrasiya Mərkəzi olaraq. Düşünürəm ki, bu film sadəcə bir film deyil, eyni zamanda Gürcüstanda yaşayan Azərbaycanlı gənclər üçün motivasiya verici filmdir. Bizim də fəaliyyət göstərdiyimiz Qardabani Təhsil və İnteqrasiya Mərkəzi məhz elə bu missiyaya qulluq edir, hansı ki, şagirdləri təhsil vermək və müxtəlif sahələrdə inkişaf etdirmək. Düşünürəm ki, burada bizim gənclərimiz izlədiyi filmdən özləri üçün bir balaca olsun motivasiya götürdülər və gələcəklərinə təsir edəcək.